Salam treyderlar. Belə bir əməliyyat açacağıq 400 dollar məbləğində. Qiymət paralel xətt zonası içərisində hərəkət edir. 10 dəqiqəlik time frame. Görürsünüzsə şamlar zonanın alt xəttinə dəyib qalxır yuxarı. Hal-hazırda qiymət zonanın alt hissəsində yerləşir. Super trend indikatoru buy zonasındadır, yəni yaşıl xətti görürsünüz. RSI 50-dən yuxarı. Yəni yuxarı doğru gedir, 70-ə doğru çox güman ki gedəcək. MACD yuxarı. O yüzden biz əməliyyatı yuxarı açacağıq və qiymət Ketlerin orta xətt zonasını hal-hazırda yarıb keçə bilmir. Bütün bu nüansları nəzərə alaraq biz 3 dəqiqə müddətində yuxarı əməliyyat açdıq. Əməliyyatımızın sonunu gözləyək. Əməliyyat plusla nəticələnsə 368 dollar gəlir əldə edəcəyik. Bu da bizim pulla hardasa 600 Azərbaycan manatı edir 3 dəqiqə ərzində. Bəli, 400 dollarlıq əməliyyat açmışıq, 92% qeyd olunub burada. Çox güman ki plusla nəticələnəcək gözəl giriş nöqtəsi idi. Analiz edib əməliyyat açmışıq. Paralel xətt zonası, indikatorlar, Ketler kanal, super trend və s. 5, 4, 3, 2, 1 və plus. Bəli, əməliyyatımız plusla nəticələndi. Belə dostlar, daha ətraflı Telegram kanalında vacib xəbərlər, məlumatlar, təlim, kurs, bizlə birgə ticarət, hər bir şey orada var, qeyd olunub, nə lazımsa tapa bilərsiniz. Hər şey pulsuzdur. Unutmayın, yüksək gəlirlə yanaşı trading risk daşıyır. Sağ olun.